Gəlin görək, Fatihə surəsi özündə hansı sirləri ehtiva edir? Əuzu billah, Bismillahirrahmanirrahim. O Allahın adı ilə başlayırıq ki, Rəhman və Rəhimdir. Rəhman həm Allahın öz dostlarına, həm də düşmənlərinə qarşı mərhəmətli olması, yəni ümumi mənada rəhmət sifətidir. Rəhim isə yalnız Allah öz dostlarına şamil olan rəhim sifətidir. Adıca Allah mütəal buyurur, Əlhəmd. Həmd, yəni bütün sənalar, övgülər, tərif və mədihlər Allaha məxsusdur. O Allaha ki, Rabbul aləmindir, aləmlərin Rəbbi. Rəbb bir sahibdir ki, həm islah edir, həm də tərbiyə edir. Aləmin isə bildiyimiz kainat, gördüyümüz hər bir şey mənasındadır. Ar-Rahman-Ar-Rahim. Eyni Bismillah ayəsində buyurduğumuz kimi Allahın ümumi mənada və xüsusi mənada rəhmətindən bəhs edilir. Maliki yevmiddin. Qiyamət gününün sahibi. Yəni qiyamət günündəki bütün mühakimələri tam formada nəzarətində saxlayan hakim, onu idarə edən həmin günün sahibi. Adıca Allah mütəal buyurur, İyyəkə nə'budu və iyyəkə nəstə'in. Yalnız səndən kömək istəyir və yalnız sənə ibadət edirik. Burada Allah mütəala ibadətdə və isti'anədə olan tövhidimizi bir daha əqidəmiz olaraq bildiririk. İbadətdə Allahdan başqa elə bir məxluq yoxdur ki, ibadətə layiq olsun və bütün kömək edənlərin onun icazəsi ilə kömək etdiyini və bütün köməklərin kökünün də gəlib ona qayıtdığına əqidəmiz var. İhdinəs-sıratal mustaqim. İhdinə, yəni bizi hidayət et. Çünki hidayətin bütün növləri məhz Allah mütəaldan qaynaqlanır və doğru yola yönəlt. Sıratal mustaqimdə Əbu Abdullah əleyhissalam buyurur ki, doğru yola yönəlmək Allaha gedən yoldur. Allaha aparan yolsa iki cür olur. Bir dəfə bu dünyada, bir dəfəsi axirətdə. Bu dünyada bizi Allaha aparan yol məsum imamları tanımaqdır. İnsanın dövrünün imamını tanıması və ona tabe olmasıdır. Axirətdə insanı Allaha aparan yolsa cəhənnəm körpüsüdür. Hansı ki, bu dünyada imamını tanımayan insan axirətdə cəhənnəm körpüsündən ayağı büdrəyər və yolunu azar. Adıca Allah mütəal buyurur, Sıratallezine en'amte aleyhim. Bizi o yola yönəlt ki, nemət verdiyin şəxsləri ora yönəltmisən. Allahın nemət verdiyi şəxsləri başqa bir ayədə Allah 4 nəfərdən seçdiyini bildirir. 4 qrup insandan, şəhidlərdən, siddiqlərdən, peyğəmbərlər, yəni nəbilərdən və salih əməl sahibləri olan insanlardan. Qayril məğzubi aleyhim vələddallin. Yolunu azmış kəslərin